Sana fəda olsun həm ayım, ilim, ürəyim əmr edir, istəyir dilim. Kaş ki sularına qovuşa bilim, ömrün axır gedir, çay kimi ana. Görürəm saçına daha düşübdən, bilirəm yolunda nələr verdin sən. Əgər istəsəydin, demədəm mən, verərdim ömrümü, tay kimi ana. Yaradan bəxş etdi, ömrünü yazdı. Bu şair əhvalın adınla sazdır, 50'si, 70'i nə yaman azdır. Müqəddəs ömründür, tay kimi ana. Ay kimi ana. Mənim məhəbbətim ulduzlar qədər. Sənin varlığındır, ay kimi ana. Üşüyən ruhumu elə isitsin. İsti nəfəsindir, yay kimi ana. Sənə fəda olsun həm ayım, ilim, ürəyim əmr edir,
istəyirdim. Kaş ki sularına qovuşa bilim. Ömrün axır gedir, çay kimi ana. Görürəm saçına daha düşüb dərs. Bilirəm, yolunda nələr verirsən. Əgər istəsəydin, uç demədən mən. Verərdin ömrümü, pay kimi ana. Yaradan bəxş etdi, ömrünü yazdı. Bu şair əhvalın adınla sazdır. 50'si, 70'i nə yaman azdır. Bu gerçek ömründür, pay kimi ana. Fərqli gələn mükafatlarına layiq görülmüş prezident təqaüdçü şair Kamran Bağırlı. Xoş gəldiniz. Sabahınız xeyir olsun Kamran Bey. Sabahınız xeyir. Bugün bizimle birlikte genç şairimiz de var. Qızıl Qələm, Cəsarətli Qələm mükafatı almış prezident təqaüdçüsü, 8 kitab müəllifi, Xan Lənkərandan gəlmiş Kamran Bağırlı bizimle birliktedir. Kamranı dəvət edirəm, gəlsin. Mənə deyir ki, sənə görə bir şiir yazmışam. Kamran, gəl, xoş gəldin. Mehman xanım izləyir. Gözlərini çəkmə məndən. Gözlərini çəkmə məndən, gözlərinə elə baxım. Gəl üzüdə biz dayanaq, sənə bir də belə baxım. Özün kimi gözəl adın, arzususan dolma yazın, ay sevimli şirin qadın, qoy üzün saç telə baxım, sənə bir də belə baxım. Maşallah, gözəlsiniz, hamı salamlayır. Oldu deyim ki, 8 şeir kitab müəllifidir. Azərbaycan Yaşlar Birliyinin üzvüdür. Qızıl Qələm, Cəsarətli Qələm mükafatları laureatı, prezident təqaüdçüsü şair Kamran Bağırlı gəlir. Xoş gəlib Kamran, sabahın xeyir olsun. Bir salamlayaq siz izləyənləri. Xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Əliniz əhdir, həyəcan var. Yoluma düşsə də göylərin çəni, sevgimlə cücərdi vergimin dəni. Rahman xanım, sizi görmək hissi şad etdi məni, gəldim bu məkana qonaq sizin üçün. Yayından çıxana mən ot demədim, böyük çətinliyə heç çox demədim. Bu gözəl təklifə heç yox demədim, gəldim bu məkana qonaq sizin üçün. Sizi salamlayıram, televizya tamaşaçılarını salamlayıram. Xoş gördük, tamaşaçılar, necəsiniz? Teşekkür ederim, hoş geldiniz. Çok güzel şeyle başladık, buyurun. Kamran Bağırlı, şairdir, cavan bir istedadlıdır da prezident təqaüdçüsüdür. Buyursun, şovumuzun ilk konağı. Kamran, hoş gelmişsin. Salamlayıram sizi, bizi izləyən televizya tamaşaçılarını salamlayıram. Hər yanı işıqlı böyük dünyaya Allahın verdiyi bəndə gəlmişəm. Əzizim, sən məni həvəslə dinlə, şeirlər yazdığım bəndə gəlmişəm. Uzaqdan görsənir qayalı dərə, sərin təbiəti uzaqdır şərə, necə də görsənir gözəl mənzərə, elə bir ucqar kəndə gəlmişəm. Həyat sınağından geri qalmayıb, dərin xəyallara daha dalmayıb. Ay Çingizlərim, sizin sözünüzü yerə salmayıb, dəvət eləmişsiniz, mən də gəlmişəm. Hamınızı salamlayıram. Hörmətli tədbir iştirakçıları və hörmətli qonaqlar. İndi də Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qızıl Qələm, Cəsarətli Qələm mükafatı laureatı, prezident təqaüdçüsü, 9 kitabın müəllifi Kamran Bağırlını sizin gürültülü alqışlarınızla bura dəvət edirik. Demək ki, xoş görüş bugünəymiş. Yenə də görüşdük, ay sizə qurban. Ulduzlar yanında məkanın salan, göydən işıq saçan ay sizə qurban. Ay sizə qurban, yay sizə qurban, hamınızı salamlayıram. Əziz qonaqlar, gələn ayıqlarınız var olsun, şəhid anaları, başınıza dönərəm. Zəhmətinizi bizə halal edin, zəhmət çəkib gəlmişsiniz. Sizin sayənizdə, sizin balalarınızın sayəsində böyük azad torpağımızda gəldirik, var olasınız, ruhları şad olsun. Mənə onsuz bir kitabımın qalıdı, Zəfərin Müqarı Azad Qarabağlıdır. Gözəl TikToker xanımımız, Lamiyə xanım, var olasınız. Hörmətli Azərbaycan Yaşlılar Birliyinin Lənkəran bölməsinin sədri,
Qafar müəllim, Anamir müəllim Cavab, hörmətli yazıcı və şairlər, gələn qonaqlar, hamınız var olasınız, şəhid analar, var olun. Əllərimizdən öpürəm və Allahın izni ilə bu gözəl günə bismillah dedik, var olasınız deyirəm, sağ olun. Mənim məhəbbətim ulduzlar qədər, sənin varlığındır, ay kimi ana. Üşüyən ruhumu elə isitdir, isti nəfəsimdir, yay kimi ana. Bəzən şirin bir misra, dərin, mənalı bir qafiyə həyatın gözəl çavarlarını bizə xatırladır və bəzən həyatın çətinliklərini biz unutdurur. Gənc şair Kamran Bağırlı da yüzlərlə, minlərlə belə dərin düşüncəli, mənalı misraların müəllifidir. Biz bugün buraya Kamran Bağırlı'nın yenicə işimizi görmüş Ay kimi ana kitabının təqdimat və imza gününə toplaşmışıq. Kamran Bağırlı 1990-cı il dekabrın 22-sində Lənkəranda dünyaya göz açmışdı. Gənc şair sözü sözdən, zərgər dəbiri ilə seçmiş, anadan, vətəndən, sevgidən, dünyadan gözəl şeirlər yazmışdır. Şairin şeirlərinə tanınmış müğənnilər mahnılar oxumuşdur. Hələ uşaqlıqdan şeir aləminə bağlı olduğunu deyən şair, bu dünyada ölümün olmasını, həyatın fani olmasını şeirlərində vurğulamışdır. Ana məhəbbətini həmişə uca tutan şair, yeni 9-cu kitabını Mənim məhəbbətim ulduzlar qədər, sənin varlığındır ay kimi ana deyərək işıqlandırmış, ananı işıqlı aya bənzətmişdir. Çünki ay olmasa, günəş olmasa dünyamız işıqlanmaz və analar olmasa dünyamız işıqlanmaz, həyat işıqlanmaz. Hörmətli qonaqlar, indi də söz verilir Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri, kitabın ön söz müəllifi hörmətli Qafar müəllimə. Buyurun Qafar müəllim. Hörmətli tədbir iştirakçıları, bu günləri biz gənc şair Kamran Bağırlı'nın növbəti 9-cu kitabın təqdimatını vermişik. Əslində, Yazıçılar Birliyi Lənkəran bölməsi olaraq biz rayonda, bölgədə ədəb fəaliyyətlə məşğul olan bütün gənclərin layihəsini aldıq, onların ölkə ədəbi mühitinə adaptasiya olunmasına, bu cür təbliğinə, kitabların təqdimatına və əsərlərin təbliğinə geniş yer veririk. Bugünkü tədbir əlbəttə ki, Kamran Bağırlı'nın növbəti kitabı ilə bağlıdır. Kamran deyildiyi kimi yaptığı 9-cu kitabıdır. Kamran Bağırlı çox gənc yaşlarında, belə deyək, ədəbi fəaliyyətlə məşğul olur və müəyyən uğurlar da qazanır. Deyildiyi kimi prezident təqaüdünə də layiq görülür vaxtı ilə. Ondan sonra əsərlərində mahnılar bəslənir. Ümumiyyətlə, belə idi, Sovetlər vaxtında kitab çap eləmək çox çətin məsələ idi. Həddindən artıq çətin idi, çünki ölkədə bütün nəşriyyatlarda bədii şuralar var idi, mətbuat, informasiya nazirliyi mövcud idi. Onlar bu kitabların çapına, nəşrinə, təbliğinə geniş yer verirdilər. Daha doğrusu çox ciddi məsuliyyətlə yanaşırdılar. Belə deyim də, yəni pərdə arxasında hardasa bir senzura var idi ki, yəni o vaxt istədiyi adam istədiyi vaxt kitab çap elə bilməzdi. Amma indi bu cəhətdən biraz azadlıqdır, biraz sərbəstlikdir. Yəni istədilən adam nəşriyyatdan öz kitabını çap eləməyir. Bu mənada kitabın çapın məsuliyyəti qalır müəllifin öz boynunda. Yəni müəllif əgər oxucularla görüşə gəlirsə, fikirləşməlidir ki, onun oxucuları arasında məktəb şagirdi də ola bilər, ali təhsil tələbə də ola bilər, alimi də ola bilər, yazıcısı da ola bilər, şair də ola bilər. Yəni bu mənada müəllif öz məsuliyyətini hiss eləməlidir, dərk eləməlidir ki, mən əgər ədəbi mühitə bir kitab təqdim edirəmsə, bunun məsuliyyətini daşımalıyam. Kamranın bu son kitabını ön söz deyildiyi kimi mən yazmışam. Əlbəttə, qeyd etdiyim kimi bir gənc olaraq biz qaygımızın üstündən
əskik eləmirik. Çalışırıq ki, bütün gənclərə bu qaydada biz qayğı göstərək, onları tədbirlərə dəvət edək, onların bu cür gözəl şad günlərində iştirak edək, qeyd edək. Bu mənada mən Kamran Bağırlını bu yeni kitab münasibətindən təbrik edirəm. Şəxsi söhbətdə də, kitabın ön sözündə də mən ürək sözlərimi yazmışam. Əlbəttə, 15, 20, 30, 40 kitab da çap eləmək olar. Amma əsas odur ki, sənin o kitabında heç olmasa 1, 2, 5 şeir mi, fikir mi oxucunun yaddaşına həkk olsun. Ben inanıyorum ki Kamran Bağırlı'nın bundan sonra da yeni kitabları çap olacaq ve Kamran Bağırlı'ya bu məsuliyyətli işlə uğurlar arzu edirəm. Sizlərin də hər birinizə mən təşəkkür edirəm ki, bugünkü tədbirdə bu gənc şairimizi dəstəkləyirsiniz, bu tədbirdə iştirak edirsiniz. İnanıyorum ki, bugünkü bu insanların o sevgisi Kamran'ı daha güzel eserler yazmağa uzandıracaq, daha büyük uğurlar kazanmağa söyleyecektir. Ben Azərbaycan Yazıçılar Birliği'nin İmtahan Bölməsi sədri olarak bölge yazarları adına bizim genç şairimizi tebrik edirəm, ona uğurlar arzu edirəm. Sağ olun, teşekkür ederim. Hörmətli qonaqlar, indi də söz verilir Azərbaycan Yazıçılar Birliyinin üzvü hörmətli Ağamir Cavada. Buyurun. Bütün tədbir işləşlərini salamlayıram və gənc şair Kamran Bağırlı'nın yeni kitabının çapdan çıxması münasibətini təbrik edirəm. Kamran Bağırlı əlini işqaləm olan günlər mənim yadıma düşür. Tez-tez Yazıçılar Birliği əlaqə saxlayırdı, evlənsən ilə əlaqə saxlayırdı ki, mən necə bəs bu şehir necə yazmışam, nəyə göstərişdirirdi. Ancaq bu günlərdə qısa bir müddətdə artıq o gözəl bir şair kimi formalaşdı. Tez bir zamanda Respublika mətbuatında çap olundu, Yazıçılar Birliği'nin üzvü seçildi, mükafatlar prezident təqaüdünə layiq görüldü. Bu bizlərin Yazıçılar Birliği'ne də gəldiyinə olan qaygısıdır. Kamran müəllimin yazına baxanda baxırız görür ki, o ailə məhəbbəti ilə vətən məhəbbəti vəhdət təşkil edir. Elə birinci kitabının, Ay kimi ana kitabının adları. Bundan əvvəlki kitablarında da onun anaya həsr etdiyi şeylər çoxluq təşkil edir. Onun anaya olan sevgisi, vətənə olan sevgisidir. Eyni zamanda bundan əvvəlki çap olmuş kitabı Qarabağ hadisələrində həsr olunmuşdur. Qarabağ. Eyni zamanda mən deyirəm ki, bu bir imanlı adamdır. Onun bir kitabı var ki, orada Allah'a haqqı evlinin Ramazan günlərində o mövzudan onun çoxlu şeyləri var. Yəni, onun Kamran Bağırlı'nın en üstün cəhətlərindən biri odur ki, öz yazdığına istəyir təbii bir şeydir, hər birimizin zəif əsərdə, güclü əsəri var. O inanmayın aslında. Onu elə gözəl ifadə edir ki, hamımızı onu xoşumuza gəlir. O dayağı o epistolada görürüz ki, hər hansı bir tədbirə əli boş gəlmir. O tədbirə ilərdə şeirlə müraciət edir, şeirlə müraciət edir. Bu, Kamran Bağırlı'nın uğurlu cəhətidir. Onun çox gözəl natiqlik qabiliyyəti var. Hər hansı bir məsələdə söhbət edəndə heç bir düşünmədən, taşmadan öz fikirlərini tam şəkildə ifadə etmək bacaracaq. Bu dövründə elə onun şairliyinə üstünlük gətirir. Kamran Bağırlı'nın yazısından çox daha kömləri, ancaq bir şey edirəm ki, şairlik saflığından irəli gəlir. Kamran Bağırlı da saf bir oğlandır, öz o gözəl hisslərini tərənnüm etməyi bacarır. Ona bu yolda uğurlar arzulayıram və daha böyük nailiyyətlər əldə etməsini dilərəm. Sağ olun, salamat olun. Hörmətli qonaqlar, indi də söz verilir. Qısa bir zaman ərzində sosial şəbəkədə öz pozitivliyi ilə Cənub zonasının və digər bölgələrin sevgisini qazanmış Astaralı Lamiyə xanım. Buyurun, Lamiyə xanım. Ben de
söz verdiğiniz çok sağ olun. Teşekkür ederim. Bizim Canım Zurna'mızda böyle bir şairimiz var. Həqiqətən sevinirik. Mən də bu özüm də təşəkkürəm. Bu şeirdə deyim. Çünki de Pierre Harde, o markasyonun nikardı. Daşı gande, kıştı, bardı, tınadaki lezzet şey. Bəməli hamd edelim, çəmədalı kamd edelim, had çəşədə mand edelim, tınadaki lezzet şey. Sizi təbrik edirəm. Arvasız bir parlayan göz kimisən. Ocaqdakı köz kimisən. Dildən çıxan söz kimisən. Ay qız, adam səndən ilham alır. Çox sağ Çok sağ olasın. olun, təbrik edirəm. Uğurların bol olsun inşallah. Teşekkür ederim. Sevilir şairimizin oğlu Kənan Varlıqlıya. Hər yanına gələndə mən sevinirəm, oluram şən. Hərdən hissi olursan sən, dalğalanan mavi dəniz, dalğalanan mavi dəniz. Yar qoyur yarın adına, aşiqəm bolluk varına, səndən ilham alır adam. Dər tökülür sularına, dalğalanan mavi dəniz, dalğalanan mavi dəniz. Sularında insan batır, sularında insan batır, dərinliyə gedib çatır. Neçə görən gözlər yatır, dalğalanan mavi dəniz, dalğalanan mavi dəniz. Təqdim iştirakçıları. Hörmətli təqdim iştirakçıları, hörmətli qonaqlar, şairimizə sualı olan varsa buyura bilər. Sərvər müəllimin sualı var şairimizə. Hörmətli Sərvər müəllim, buyurun. Şair, sizi tanımağa çıxaram. Təxminən 4-5 aylı şair canlıları tanıyıram. Bu da orta hesabla elə bir mənim ömrümü 7-8 il artırır. Və sualım olur ki, bu kitabı neçə ay ərzində yaradırsınız? Bu kitabı neçə ay ərzində hazırlanır? Kitabdakı şeirlər. Çox sağ olun, Sərvər müəllim. Neçə ay dinlərəm. 2025-ci ildən çalışıram və bunu mənim şair həmkarlarım bilər ki, yazış qəm olanda mən oradan bir qəmləndirəm və ilham alırım. Məsələn, yağış yağında yazdım, yenə yağış yağır, qəmli, kədərli, hava taleyi təkskindir yaman. Nə vaxtı tənhayam darıxıram, mən istərəm başımdan çəkilsin duman. Durub mənim kimini yağlayırsan, kim dəyib könlünə yalan yağır. Sən də ürək yaxın qəlb dağlayırsan, yar tanrı eşqinə bir dənən yağır. Hər qəmli bir an olmalı, mən ondan şeir yazıram. Bəzən də olur, 2 saat, 1-2 ilham gəlib, mən onu yazmışam. Bir bənd qalıb da mən çalışıram ki, mətbəyə qədər güzel işlər verim, Sərvər mənim sözlərində. Deyirəm, bu mitraya düşmür. Və dəqiqlik, təkrarsız sözlərimlə çalışıram və çalışmaram ki, bir kitab gətirim, amma gözəl bir kitabla gəlim və oxucularıma bunu özüm üçün yazmıram. Yəni, var belə, oxucular üçün yazmıram. Var olasın, sual edir, var olun. Kim sual vermək istəyir, buyura bilər. Yoxsa, onda hörmətli qonaqlar, sonda yenə söz verilir. Bugünkü səbəbkarımız Kamran Varlıqlıya, sizləri Kamran Varlıqlı ilə baş-başa buraxıram, buyurun, səbəbkarımız. Mən sonda icazənizlə və mənələr analardan deyəcəm. Canım analar, söz verirəm, 36 yaşım var. Dünya durduqca sizlərin görüşünüzə gələcəm. Bahana deyərək son nəfəsimə qədər haray çəkəcəm. Kaş yenə körpə olaydım. Kaş yenə körpə olaydım, zülmət mənə ay deyəydi.
Beşi üstə gözəl anam şirin bir laylay deyəydi. Sevinəydi uçağımla, süd qoxuyan gül bağımla, oynayaydı barmağımla, əziz babam say deyəydi. Ucaldıb öz qalasını, silərdi ömrüm pasını, əziz şəkər balasını mələklərə tay deyəydi. Nur eləməydi gözünə, bal qatılaydı sözünə, Allah'ından hey özünə təkrar gələn pay deyəydi. Təkrar gələn pay deyəydi. Qəlbimdən boynuna yollar salmışam. Azadlıq hissinlə zəfər çalmışam. Necə də xoş xəbər səndən almışam. Zəfəri mübarək azad Qarabağ. Ay şəhid oğullar, ay şəhid oğullar, sizə qurban can. Laçın Xocalıda axmaz daha qan, şirin körpə kimi dil açır hər yan. Zəfəri mübarək, azad Qarabağ. Ağdərə, Ağdamın qırılmaz bəndi. Şanlı bir tarixdir, şəhəri, kəndi. Şəhid anaları, bizimdir Füzuli, canım Xankəndi. Zəfəri mübarək, azad Qarabağ. Düşmənlər uduzub, haqsızlar qaçıb, böyük ormanlarda tər güllər açıb, Kəlbəcər elinə günəş nur saçıb, zəfərin mübarək, azad Qarabağ, zəfərin mübarək, azad Qarabağ. Və yenə də analardan deyərəm, qara saçlarında dəni görürəm. Anacan, səni görürəm, nurlu gözlərində kəni görürəm, cavanlıq. Özümdə səni görürəm, aylar illər keçir qocalır anam. Tanrı qurban olum uca adına, kömək ol, bəndəni sal öz yadına. Zəhərlər qatılır ömür dadına, aylar illər keçir qocalır anam. Mənim qulağımda qalıb olaylar, saysam dərdlərimi tutarmaz sayla. Bölürəm dərdini hər axan çayla, aylar illər keçir qocalır anam. Aylar illər keçir, qocalır anam və atalardan da deyəcək. Köz edir çəkəndə ürəkləri, ah, sizi incidənə yazılar günah. Müqəddəs, zəhmətkeş, əziz atalar. Mənim ürəyimdə tək özüm oldu. Həyatda nurlu bir cüt gözüm oldu. Bütün məclislərdə siz sözüm oldu. Müqəddəs, zəhmətkeş, əziz atalar. Saat əqrəbi ilə keçir yaşınız. Bəlalı, bəlasız olun başınız, hər an parlayacaq ömür qaşınız. Zəhmətkeş, müqəddəs, əziz atalar. Zəhmətkeş, müqəddəs, əziz atalar. Atalar, analar var olsun və mən Talış və Talış dillərdə şahid bir Talış dilində də şeir yalanam. Dedim, sən əvvəlki ləzzət Lamiyə xanım bu şeiri ifa elədi. Çiki dərli piyəli qarda, o markason nimə varda, Dasıqanda, piyata, barda, tənədəki ləzzətizdə, Bağar hamanda dönüyor, Kəmət rədik handa dönüyor, Haç adamanda dönüyor, tənədəki ləzzətizdə, Bənə kiyə inson pərə, Bənə kiyə inson pərə, Dasıqanda, piyata, barda, Qəşən kiyə bandı dara, tənədəki ləzzətizdə, Şair Kamran, diyətlərəm, Boğut gibi konuşalım, sual bu da boğut halam. Tənədəki ləzzət istə, tənədəki ləzzət istə və dünyadan deyəcəm. Hər yanı işıqlı günə dönsə də, deyərdim, deyilmiş ağlıdır dünya. Lamiyə xanım, qocanın bitdiyi son ömür vaxtı, cavanın təzəcə çağıdır dünya. Külək kimi ötüb keçən anların, bəzən cəfa çəkən xəstə canlıların, tapar mənim sayı bilinməyən çox insanların qəlbinə dəyilmiş dağıdır dünya. Baxanda deyirsən bənzəri yoxdur, əslində hər yanı nizədir, oxdur. Dadı müvəqqəti meyvəsi çoxdur, Adəmlə Havvanın bağıdır dünya. Az deyil, hamıya geniş bol gəlir. Qolsuzun üstünə saxta qol gəlir. Neçə əsirlərdən belə yol gəlir. Xeyir və şərlərin sağıdır dünya. Xeyir və şərlərin sağıdır dünya. Mənim səhətimdə, üzr istəyəm, onu mən dəfələr nefirlərdə də demişəm.
səhhətimdə problemlər yaşandı, bütün yerlərə getdim. Kasıb ailənin kasıb oldu, dedilər şair öləcək, heç vallahi nəslimizdə şair olan yox idi. Və başladım 1 ay, 3 ay, 5 ay, inanırsınız, atam, anam, onlar da buradadır, onları da salamlayıram. Darıxırdılar, mənə deməsələr də qəzən alır, oğlum düzəldir. İnanın Allah, o xəstə olmaqdan başqa bütün yerlərə getdim və başladım şeirlər yazmağa. Və dedilər ki, bu səndən ilahi vergidir. Düz uşaqda da ədəbiyyata bağlıydım və dünyadan yazdım. Hər yanı işıqlı gülə dönsə də, dünyadan dedim. Üç bucağım bilinməyir, qoca dünya. Gözüm kimi sən get-gedə qaralırsan. Gündüzündə günəşin də şəfəqlənir, ömrüm gedir. Axşam düşür, qaralırsan. Ömrümə də yağdı qarın. Ömrümə də yağdı qarın, əzab çəkdim. Meyvə oldun ağacımda, amma zəhər oldu barın. Ucalmışam, var olmuşam, bəzən elə vaxt olur ki, bir çiçək kimi solmuşam. Əzab çəkib xəstələndim aylar ilə, gözlərimdən yaşlar düşdü gilə-gilə. Bu dərsindən ibrət aldım, bu dərsindən ibrət aldım, çox döyüldüm. Fikirlərə qərq olaraq ancaq sənə nəzər saldım. Gördüm vəfan yoxdur sənin, ürəyimə dəydi oxun, gah da gözəl ətir oldu, baş ağrıbdı gələn qoxun. Vallahi yaralandım, o dünyanı görüb gəldim. İndi biraz sağalmışam, böyük kədərin yükünü səndən hədiyyə almışam, qoca dünya. Var mı sözün? Pis insana bənzəyirsən, zülm edirsən ancaq özün. Vallahi bilirəm axır gedərəm, bunu yaxşı dərk edərəm. Qoca dünya sənə nifrət edə buraları tərk edərəm. Buraları tərk edərəm. Var olasınız, dünyanız gözəl olsun. Və mən 2 şeyi ilə səsləndirəcəm sevgi haqqında. Və sizin istəyinizdən sizi çox qəmləndirdiyimə görə üzürlü sayın. Hər bir insanın bir dərdi ki, tək ki sevinç başımızın tacı, kədər ayağımızın tozu olsun inşallah. Və mən bir sevgiyə ait bir şeyi istəyərəm səsləndirim. Sevgi ilə baxaraq mənim gözümə, sevgindir gətirən məni özümə. Barım, gözəldir, əskilməsin. İnşallah sənə toyunda, görüşlərlə. Sağ ol, qardaş, var olasın. Sevgi ilə baxaraq mənim gözümə, sevgindir gətirən məni özümə. Adını gətirsən dildə sözümə, sevgi təklifimə, hə deyərsənmi? Sevgi təklifimə, hə deyərsənmi? Bu sevgi haqqında yazdım. Çox şeirlərim, amanlıqlar bəstələnib, çox da əslində gözəl şeirlərim. Mənim burada hətta toy, el şənlikləri, xeyir, şər, mən çox adamları qeydə almışam. Bizim Mehriban xanım Əliyevəyə də yazmışam, çox şeylərdən yazmışam. Və acımasız zalım ölüm demək istəyərəm. İnsan doğulur, ölür. Kədərin də, adı oldun kədərin də, acımasız zalım ölür. Neçə dəqiqə anlar aldın, zəli kimi canlar aldın, vəhşiləşib qanlar aldın, acımasız zalım ölüm. Su kimi yerə axmırsan, göydə şimşək sək çaxmırsan, qoca, cavana baxmırsan, acımasız zalım ölüm. Geniş dünyanı edən dar, torpaq ilə dostluğun var, yayda niyə tökürsən qar? Acımasız zalım ölüm. Qələm deyir eləmə yox, qələm deyir eləmə yox, ürəklərə vurduğun ox, çox incidir, eləmə yox. Acımasız zalım ölüm, acımasız zalım ölüm. Var olasınız və mən bəstəkaram, musiqiyə mahnılar bəstələrim şeirlərimə. Bəstəkar mənim şeirlərimi oxuyanda, oturanda inanın Allah'a. Bəstəkarın yanında oturanda mənlə danışırsan ki, mənim fikrim, xəyalım gödür. Şair sənlə, bu musiqinin notu necə dedim? Ay qəlbimin bəstəkarı, ay qəlbimin bəstəkarı, gəl bəstələ, bəstələr var. Sən yazdığın bir mahnıda gör nə qədər xəstələr var. Ta əzəldən olub olan, bu dünyaya gəlib dolan, tər gül kimi açıb solan, gör nə qədər dəstələr var, gör nə qədər dəstələr var. O ham bəstəkar dedi, bunu indi yazdım, sən Allah deyir, bu mahnını, bu bəstələ ver, mən onu elə mahnını bəstəliyim və bəstələdi. Məndən bu qısa vaxtımız məhdudlaşır, hansı şeir, ana şeiri, sevgi şeiri, kim nə arzu olur, şəhid anaları, nə arzu istəyiniz, deyil, mən sizin üçün səsləndirəcəm.
Yandırırsınız, nəyi yaxırsınız? Sanki suya dönüb qəlbə axırsınız, belə baxmalınız xoşuma gəlir. Alışır gözünüz qığılcım kimi, qurban olaram sizə, görün necə baxırlar. Alışır gözünüz qığılcım kimi, titrədir qəlbimdən incə simi. Deməyin, nə olar bəs deyildimi, belə baxmalınız xoşuma gəlir. Fikirlər qəlbimi saza döndərir, biraz sevindirir, naza döndərir. Bütün xəyalımı yaza döndərir, belə baxmalınız xoşuma gəlir. Demərəm yalanı, içmərəm andı, ağıma bürünsəm, deməyin yandı, sevginiz gözlərin baxmaqda sandı, belə baxmalınız xoşuma gəlir, belə baxmalınız xoşuma gəlir. Mən, anam da bu məclisdədir, anacan. Var o ki, nə bilim, şair böyükdün, var olasan, mən bu günlər mənə verilir, mən də sizə verəcəm. Dahilər yaradan ey böyük ana, Səməd Ruhudur, dahilər yaradan ey böyük ana, şeirimin hər sözü alqışdır sana. Alqış o boyasız, rəksiz üzünə, alqış əmbiyimiz halal üzünə. Bugün də vurğuyam hər üzünə. Anacan, səndə təbiətin saflığı vardır, səni duyan könlüm nə bəxtiyardır. Səni duyan könlüm nə bəxtiyardır. Var olasın, çoxlu məsələləri siz yola saldınız, həyatdan nə qədər zülümlər aldınız. Dəyilən mühür tək qəlbində qaldı, ay mənim başımın tacı analar. Az ömrün qiyməti bahadır, baha. Sizsiz bülbüllər də oxumaz daha. Duanı çevirdi məni bir şaha, ay mənim başımın tacı analar. Nə desəz edərəm, mən deyərəm can, mənə bahar olur sizinlə hər yan. Sizə qurban olsun, qoy şair Kamran. Ay mənim başımın tacı analar, ay mənim başımın tacı analar. Var olasınız, Allah razı olsun hər birinizdən, var olasınız. Allah'ım salam verirəm. Allah sənə can sağlığı versin. Mən səni 2 ildir bəlkə bizim Mamuslar məktəbində, Mamuslar tədbirində görmüşəm sizi. Kəndə tədbir vardı, orada sizi görmüşük. Uğurlarınız bol olsun. Hər zaman belə səsiniz ucalardan gəlsin. Mənim sizə bir dənə bu dediyim budur ki, yəni ki, təbəqqəti də arzulayıram sizə. Çox sağ olun. Sizin də müvəqqəətlər arzu edirəm sizə. Çox gözəl, sizi tanımaq üçün çox xoş oldu. Siz bizim Lənkəranın fəxrisiniz, Xan Lənkəranın fəxrisiniz. Sizə daima sizi görmək elə bir bitsin hər şey deməkdir. Yəni bir rayonumuzun, şəhərimizin bir şairinin bu qədər tanınması, bu qədər kitabların müəllifi olması vallahi biz üçün böyük bir qururdur ya. Vallahi çox sevinirim. Amma Kamran mənim sizdən bir təklifim də var demənada. Yəni biz analarımız, biz sizdə şəhid anaları, hamımızın qəlbi qırıqdır. Balamızın bizə deyəcəklərini biz özlərimiz bilmirik. Yəni arzu eləyərdim gələcəkdə haradasa belə bir şey yazardınız, balalarımızın dilindən analarına çatdıransı sözləri. Belə bir şey. Təbrik ederim daha. Hər birinizi salamlayıram. Dəyərli şəhid analarımız başda olmaqla, gələn qonaqları, Lənkəran Yazıçılar Bölməsinin sədri, yazıcı dramaturq Qəfər müəllim Zəfərli başda olmaqla, bütün şair dostlarımız, gələn qonaqlar sizləri salamlayıram. Fürsətdən istifadə edib, bugün bizim görkəmli yazıcımız Qəfər müəllim Zəfərlinin doğum günüdür. Qəfər müəllim həmişə şəhid ailələrinə qayğısı həmişə öndə olub. Biz hər zaman onda hörmət görmüşük. Qəfər müəllimi ürəkdən təbrik edirəm və uzun ömür can sağlığı arzulayıram. Sabahda 8 Mart Beynəlxalq Qadınlar Bayramıdır. Bütün analarımızı, şəhid analarımız başda olmaqla hər birinizi təbrik edirəm. Gələk, əziz dostum, qardaşım, səsi gəlmir baxmır, gəlir, eşqirlər. Dostum, qardaşım, illərin dostu, Kamran qardaşım, doğruda biraz səhərsizdə problem olduğuna görə gəlməyə bilməzdim. Kamran, sən bir qartalsan, qartalın yeri həmişə zirvədir. Sən çalış, o zirvədə qal, sakın enmə.
Sənə uğurlar arzulayıram, əziz dostum, qardaşım. Kitabın mübarək olsun, nə yaxşı ana sözü ilə başlamışsan təqdimatı. Bütün analarımızın qarşısında, şəhid analarımızın qarşısında baş əyirəm. Ana müqəddəs varlıqdır. Onu heç nəyə, istər ata olsun, istər ana, heç nəyə əvəz eləmək olmur. Ona görə o sağlığında biz qiymət verək analarımıza. Mən analara həsr etdiyim, başda Azərbaycan Respublikasının birinci vitse-prezidenti Behbud xanım Əliyeva olmaqla, şəhid analarımız olmaqla, öz anam Mirvari, anam daxil olmaqla bütün xanımlarımızı, qızlarımızı, gəlirlərimizi 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə ürəkdən təbrik edirəm, ən xoş arzularımı bildirirəm. Qadın həyatın yaraşığı dünyanın bəzəyidir. Bəşəriyyətin isə ən gözəl varlığıdır. Ey bəşəriyyətin ən gözəl varlıqları, gözəl analarımız, xanımlarımız, qızlarımız, gəlirlərimiz, hər birinizi ürəkdən təbrik edirəm. Sizə uzun ömür, ən əsası can sağlığı arzulayıram. Anaların anası. Tanrı mənə bir ana qismət eylədi. Yer üzündə anaların anası. Tanrı mənə elə ana verdi ki, gözəllikdə sunaların sunası. Gözəllikdə əvəzi yox cahanda, qədərimdə təzim edir cahanda. Hər övlada ömründən pay ayırdı. Gözündən nur, canından can ayırdı. Qururundan qurur verdi, dilindən söz ayırdı. Övladını əsən yerdən, qar vurandan qorudu. Adı sözdən, bəd nəzardan qorudu. Mənim anam, anaların gülüdür. Süfə qədər yoxunadı, bilmədi. Yanımızdan yer etmişsə onun üzü gülmədi. Kimsə bizə yad baxanda alovlandı, sönmədi. Öz ömrünü qətrə-qətrə verdi bizə anamız. Görən niyə bilər, niyə belə tez qocaldı anamız. Bunun axırıncı bəndi mənim öz anam daxil olmaqla bütün övladı itirən şəhid analarımız sizlərə aiddir. Bir oğlunu fələş aldı əlindən, yer göy yandı amanından, axından. Göz yaşları qurumayır, neçə illər ötsə də, mazar başı ot göyəri bitsə də, bir şam kimi öz odunda yavaş-yavaş yanır bizim anamız. Görən niyə belə tez qocaldı anamız. Əllərinizdən öpürəm, əziz şəhid anaları. Əziz analarımız, qızlarımız, gəlinlərimiz, hər birinizi təbrik edirəm. Mənim bir dənə də təbrikim var, əziz qardaşım Kamran. Səni bir daha təbrik edirəm, uzun ömür, candan yaxşı günə salmışsan. Həm 8 Mart, həm sizin kitabınızın təqdimatı, nə yaxşı ki varsınız. Həmişə zirvədə ol, sizinlə qürur duyuruq. Bir gənc şair kimi həmişə sizi dəstəkləyirəm. Bilirəm ki, sizin uğurunuz böyükdür. Həmişə vətənə sədaqətli, hörmətli olmuşsunuz. Həmişə bayrağınızı ucaq tutmuşsunuz. Həmişə vətənə, xalqınıza xidmət edərsiniz. Ədəbiyyat sahəsində, istərsə belə mədəniyyət sahəsində. Sizə minnətdarlığımı bildirirəm. Bu gün Qafar müəllimə bir dənə mənim sürprizim vardı. Ona görə sizə demədim. Qafar müəllimin də yübleyidir. İcazənizlə Qafar müəllim, sizin haqqınızda da bir şeir yazmışam. Səsləndirim. Qafar müəllim bildiyiniz kimi yazıçılar bölməsinin sədridir, yazıcı dramaturqdur, görkəmli yazıcımızdır. Hər zaman xalqımızın keşindədir, istər şəhid ailələri haqqında, şəhidlərimiz haqqında kitab yazıb, əziz analarımız özünüzü bilirsiniz, təqdimat olunub, sizlərə təqdim olunub. Qafar müəllimin də yübleyi yaxınlaşır, onu da bir yübleyi münasibəti ilə ürəkdən təbrik edək. Mən bunu çoxdan yazmışam, valla qanunların keşiyində işləyəndə bunu yazmışam. Qafar müəllim həm də bizlə qohumdur, əzizdir, yaxındır. Qanunların keşiyində bir oğul var, adı Qafar. Qoruyur ana torpağa düşmənlərə çəkir dağı. Saf ürəkli, saf diləkli Azərbaycan övladısan. Çətinlərə hər an dözən qanunlasan Qafar müəllim. Vəzifəsi çox yüksəkdir, çox insanlara gərəkdir. Bir arzudur, bir diləkdir. Qanunlasan Qafar müəllim. Savadı çox, qamatı şu, əzəmətli bir çinavdır. Vətən üçün doğuluğu. Qanunlasan Qafar müəllim. Bir yazıcısan Qafar müəllim. Hadisələr cəryan edir, o cəryanla vuruşursa, haqq yolunda böyüşürsən, qanunlasan Qafar müəllim. Bir yazıcısan Qafar müəllim. Hər dəfə biz sizlə görüşəndə, sizdə hünəri görəndə, dilindən çıxan hər sözü yetirəndir Qafar müəllim. Bir ədibdir Qafar müəllim. Əfsanə sultanamman, elin üçün o da yanan, xalqı üçün gərək olan, dar günündə kömək olan şəxsiyyətsən Qafar müəllim, bir şəxsiyyətsən Qafar müəllim. Qafar müəllim, sizi təbrik edirəm. Uzun ömür, can sağlığı sizə arzulayıram. Nə yaxşı ki doğulmuşsunuz, nə yaxşı ki bizimləsiniz.
Bir qohum kimi də sizə hər zaman hörmətim olub. Sizi çox istəyirəm. Əziz analarım, bir daha sizi təbrik edirəm. Uzun ömür, can sağlığı, əziz dostum, qardaşım, Kamran müəllim. Sizə uzun ömür, can sağlığı, hər zaman zirvədə qal. Qafqalın yeri zirvədir. Oradan enmə, ensən məndən yüzmə. Təbrik edirəm. Qafar müəllimin doğum günüdür, mən də bunu bilirdim. Doğum günün hamı üçün şən keçir. Lazım deyil, naz verməyə düz yaşar. Günəş kimi şəfəq saçır gözlərin, doğrular da yaşadıqca düz yaşar. Heç bir kəsin həyatına daşatma, heç bir kəsin həyatına daşatma, öz-özündən saxta dünya yaratma. Həyat dənizində boğulub batma, bu dənizdə yavaş-yavaş üz yaşar. Sürüşüb yığılsam qanlamaz bizim, əzizim, çünki hər kitabda var mənimizin. Daima Ümrahov mənim əzizim, sıx ömrünü damcı-damcı üstüz yaşar. Ən gözəl arzunu arzulara qal, nə arzun vardırsa sən onlara çal. Qəmində var əgər üzərindən al, arzun qıdığından verər, 100 yaşar, 100 yaşar. Amma mənə söz verir, 100 yaşayır, var olasınız. Və mən sonda bir tevki şeiri deyəcəm və bitirəcəm Məsələn xanım şeiri deyəcəm. Çox sağ olun şeirlərə görə aşıram. Verən sənsən, alan da sən. Bu dünyanı sir bilirəm. Daş qayanı pir bilirəm. Ölüm vardır, bir bilirəm. Verən sənsən, alan da sən. Canım dəniz, ruhum qayıq. Heç yatmadım, qaldım ayıq. Bitən fəsildə son yayıq, verən sənsən, alan da sən. Çəkdim çox can azarını, gəzdim səsini bazarını, şairini, yazarını, verən sənsən, alan da sən. Sənə tərəfdir son yolum, varlığındır, sağım, solum. Allah sənə qurban olun, verən sənsən, alan da sən. Və mənə illər əvvəl mən bunu gizlətmirəm, bir xanım var idi, üzr istəmamını deməliyəm. Mənə bir məktub daxil oldu, artıq mən üzr istəmamı bütün bağlamaq saxlasın, 2-3 məhəddəsiyəm. Və mənə məktubu açanda poşla gətirdim, məktubu açdım. Sonunda mənə görüm telefon zəngi açırlar ki, şair məktubumu aldım, dedim bəli aldım. Üstündən bir həftə keçdi, yenə də mənə xanım zəng elədi. Şair, məktubumu aldın, deyirəm, aldım da, yəni bir dəfə sözü nə qədər insan, deyirəm, çox sağ ol xanım. Amma gördüm ki, bir qızıl gülün qurumuş forması gətirildi. Üçüncü dəfə mənə zəng elədi, qoymadı ki, dedim, xanım, aldım məktubunuzu. Dedi, zəhmət olmasa, onu oxu, mənə bir cavab yaz. Başınıza dedim, xanım o qədər ürəklə, demə bu xanım mənim gizli xanımsın, mənim aşiqiymiş. Və mənə dedi ki, sən bilirsən mən səni nə qədər sevirəm, bir məni verdilər, getmişəm də, mən deyir, sənin yolunda Züleyxayam. Dedim, siz nə danışırsınız, valla inanın. Mən də gəlib qələmə aldım və bu şiiri, dedim, sən mənim yolumda nələr çəkirsən. Əvvəlki tək deyil o üzüm qaşım, eşitdim bəlalar çəkildi başım. Məni gözləməklə ötüşüb yaşım, sən mənim yolumda nələr çəkirsən. Qəm ilə aləmə dolan Züleyxam. Gül kimi açılıb solan Züleyxam, həsrətdən gözü kör olan Züleyxam, sən mənim yolumda nələr çəkmirsən. Səndən gələn qəmin yüzünə qurban, mənə söylədiyin düzünə qurban, qırışmış alnına, üzünə qurban. Sən mənim yolumda nələr çəkmirsən. Hər anda bilirəm düşdüm yadına, çata bilməmişəm sənin dadına. Nə deyim bu güclü böyük qadına? Sən mənim yolumda nələr çəkmirsən? Təzəlik geçmişəm ki, o xanım rəhmətə gedir. Xoş adasın, hər şeyi qalmağına bir yarıdır. Allah analarımızı var eləsin və burada biz deyilik daha günahkar, məhəbbət şehri dedim. Bir yerə gətirdik biz sözümüzü. Sevgidən çəkmişik biz gözümüzü. Əzizim, gəl rahatlanmayaq öz-özümüzü. Burada biz deyilik daha günahkar. Bilirəm, dumandır bu keçən yolun, deli işığına pərvanə olun.
heç nəyi dərd etmə, qurbanın olun. Burada biz deyilik, daha günahkar. Qoy dillər danışsın, onlar azıbdır. Qoy dillər danışsın, onlar azıbdır. Demək ki, ürəyi kədər qazıbdır. Yaradan, vallahi yaradan yazını belə yazıbdır. Burada biz deyilik, daha günahkar. Hər yerdə əlindən tutacaq əlim. Dünya gözəlisən, ağıllı dəlim. Haqqım, həqiqətim, şeir, qəzəlim. Burada biz deyilik, daha günahkar. Üz-üzə durmuşum. Üz-üzə durmuş baxıram sənə, görürəm özünə, vurursan tənə. Dinlə sözlərimi, qulaq as mənə. Burada biz deyilik, daha günahkar. Burada biz deyilik, daha günahkar. Var olasın. Ne severler bana. Ne güzel tanrı. Gecəni ay gözləm, yaxın gəl var gözəl. Qəm yaxının yağışını yağdırmasan, eşqimizə doldurmasan, qalbimizi susturmasan, yaxın gəl var gözəlim. Hasrətindən ölürəm, ipa sapa düzülürəm, qəm-kəmdən əriyirəm, yaxın gəl var gözəlim. Qara dönübür tökmə üzə gözəlim, ay camala niqab tutmaq günahdır. Ədanın ağzını az et gözəlim, aşiqin qəlbini qırmaq günahdır. Bu dünyanın əzabı da gözəldir ay Kamran, icranı da, usalı da gözəldir. Belə eş yolunun əzabı da gözəldir, əzabsız sevginin özü günahdır. Məhəbbətin Allah'ın da gözəldir, sevgi özü dünyadan da əzəldir. Ayaq sağına sevmək necə gözəldir, yaşamaq, sevməmək özü günahdır. Yaşamaq, sevməmək özü günahdır. Biz yaşayırıq, sevirik, günah bizdədir, belə demir. Sən o xanın qəlbini qırğısan da, qırğısan, göndərirsən bu dünyaya. Mənim üçün də belə məktublar çox göndərirlər. Əfsanə olmağa çox can atırsan, mənə yazırlar. Unutma əfsanə gözlə görünməz. Şıltaqlıq edib nazla satırsan, sənin şıltaqlığın ölçüyə gəlməz. Əfsanə olmaq üçün fani dünyada səməndər quşları yanmaq gərəkdir. Alışıb yanmasa ürək, sevgisiz məhəbbət əmələ yanlar. Məni günah bizdədir dayan, sevsinlər. Bunu sevməkdə nə qədər var? Heç bir şey. Ben Əfsanə xanım dedi, sevgiyə yazmışam. Bunu rəhməti Özbəkistan əməkdar, Azərbaycan əməkdar Aslan Hüseynov xanım bəstələmişdi. Sanma ki, yarışın kənin olmuşam. Həyat sümbülündə dənin olmuşam. Gözəlim, əzəldən sənin olmuşam. Ay mənim ömrümün ilk məhəbbəti. Eşqimlə gül açıb bağcalar, bağlar. Sevgimə bənzəyir mən uca damlar. Yanımda olmasan gözlərim ağlar. Ay mənim ömrümün ilk məhəbbəti. Yenə də sevgiyle uzat mənə. Ürəyimdən oxuşam. Tez yanıma gəl. Sənin tək dünyada görmədim gözəl. Ay mənim ömrümün ilk məhəbbəti. Ay mənim ömrümün son məhəbbəti. Sizin timsalınızda bütün sevənlər ərmanı oldu. Var olasın, sağ olun. Allah razı olsun. Mükafatlara, hərbi hissələrdə və neçə şəhid anaları mükafatlara layiq görüldü və mən mütləq bu tədbirlərə dəvət alıram və Qarabağdan dedik, Zəfər günündən kitab çıxartdım, Zəfərin Qarayazın Qarabağ və yaralı yerimiz Xocalı günüdür. Xocalı yeri bizim illər keçsə də bizim oğullarımız can qoyub, onların qanı axıb, ruhları şad olsun. Yaralı yerimiz Xocalı günü. Tarixə yazıldı dəqiqə anlar. Gülləyə tuş gəldi, günahsız canlar. Yerə su tək axdı, tökülən qanlar. Yaralı yerimiz Xocalı günü. Düşmənlər arzuya kama yetdilər. Uşaqlı, qocalıb vurub getdilər. Əzizlərim, hələ neçəsini əsir etdilər. Yaralı yerimiz Xocalı günü. İtdi ağızların ən şirin dadı. Çəkildi dünyaya soyqırım adı. Ətrafı bürüdü ana fəryadı. Yaralı yerimiz Xocalı günü.
O bir unudulmaz zərbəydi, dağdı. İnsanın üstünə güllələr yağdı. Bir qismi ölmüşdü, yarısı sağdı. Yaralı yerimiz, ocalı günümüz. Yalanla pozdular hakkın düzünü. Dilergin ettiler evden yüzünü. Kesip doğradılar. Kesip doğradılar insan üzünü. Yaralı yerimiz, ocalı günü. Yaralı yerimiz, ocalı günü. Ve her bir kəs anasına vətəninə bağlıdır və mən Lənkərandan deyəcəm. Lənkəranın insanları bütün rayonlarda oluram. Xarici devlətlərdə də oluram, dəvətlər alıram. Deyirəm, ay Allah, bu qədər şəhidlər birdə Allah müharibəni indən belə bizim ölkəyə ümumiyyətlə haram etsin və bizim Lənkəran, bütün ölkələr, bütün rayonlar gözəlləşsin və Lənkərana dedim, əziz doğma Lənkəranım. Hər bir zərbə qızıldan daş, şah yeməyi plovdan aş. Adın oldu yüksəkdə baş, əziz doğma Lənkəranım. Adındır məndə olduğum, adındır məndə olduğum, sevinib qəmlə dolduğum, körpəlikdən doğulduğum, əziz doğma Lənkəranım. İnsan çəkir nur bənizin, insan çəkir nur bənizin, xansan vardır çox kənizin, həyatdır Xəzər dənizin. Əziz doğma Lənkəranım, körpün ilə keçilir yol, təbiətin görünür qol, rəqibinə vurursan qol. Əziz doğma Lənkəranım, ölkələrlə yarışırsan, əfv edirsən, barışırsan, gözəlliyə qarışırsan. Əziz doğma Lənkəranım, əziz doğma Lənkəranım, hər döyüşdə birinci ol, qələbə çal Azərbaycan. Biz sənin övladlarınıq, bizdən güc al Azərbaycan. Səndən qorxur çoxlu yağı, vur onlara ağır dağı. Qoy saralsın düşmən bağı, bizimlə qal Azərbaycan. Qaranlıqda get çat aya, bəlan getsin, axsın çaya. Əbədiyəm bu dünyaya, İzini sal Azərbaycan, izini sal Azərbaycan. Və sonuncu şeirimi deyəcəm və sizdən ayrılacağım. Valla bu vaxtın necə gəlib bitdiyini özüm də bilmədim. Allah sizlərə can sağlığı versin və həmişə dünya durca durasınız, var olasınız deyirəm. Və mən bir sonda yenə nə deyəcəm? Dünya qəhərdir dünya. Kimini vurdusa daha sağalmaz, İlandan alınmış zəhərdir dünya. Verən ölümü var, bu bir anlıqdır. Verən ölümü var, bu bir anlıqdır. İnsanlar odunda kül samanlıqdır. Günəşi yalandır, çox qaranlıqdır. Kim deyir açılan səhərdir dünya? Əbədi gəlməsin sizə böyük ad. Çünki doğma deyil, hamıyadı yad. Mənim gözlərimə görünür bərbad. Baxanda danılmış şəhərdir dünya. Baxanda danılmış şəhərdir dünya. Adam var ki, sözü üçün darıqıram. Mənim ürəyimdə o qədər sözlər var, sözü deməyə. Sonuncu şeiri Səməd Vurğundan deyib sizdən ayrılacağım. Yenə qılıncını çəkdi üstümə. Qurbanı olduğum Lamiyə xanımı ala gözlər. Yenə cana dolub durdu qəsdimə, qələm qaş altındakı ala gözlər. Cahanda hər hökmü bir zaman verir. Dünən dövran sürən bugün can verir. İllər xəstəsiyəm, yaram qan verir. Siz mən saldınız bu ana gözlər. Siz mən saldınız bu ana gözlər. Bu xalq şairinin gözləri necə? Gözləriniz var olsun, sevgi ilə qalın, Kamran Bağırını izləməkdə davam edin. Var olun, Allah razı olsun, çox sağ olun. Gözəl qardaşım, kameraman var olasınız. Allah sizdən razı olsun, işıqlandırın. Sarif Bəy var olsun, fotografda qardaşımız var olsun, yalan qonaqlar var olun, haqqınızı halal edin. Kim də imzalı kitablarımdan istəsə gəlib yaxınlaşa bilər, var olasın, sağ olun. Anaları
Saatimiz oldu. Saatimiz oldu. Çağırmışlar evine yola kaçım. İki yana diğer. Hadi işte. Şöyle hele beraber. Yaldırıyor. Bizim paramızın ihtisası var. Ben iştivayı koyuyorum. Bu da gidiyor. Verin, sonra istedim. Verin, alamaz, verin. Benim aklıma geldi şey resmiyi. Bu da sıkıntı, bu da mı? Resmi tamamlaşmıştı. İyi de geldi bak. Benim bana da yazıyor. Kömürlü yedim tamam. Bana ne yazdı bilmedi, üç kez karar verdi. Daha bana verilmez, sakın oldum ama. Ananın adı hansı? Kardeşim de evine bizi getirirsen. İçine şey diğer dünyaya ait, vatana ait imkanlar. Gelin bizi anaları yolasın ya, şehir anaları da Acan, bir dənə ana qaldı. Siz verebilirsiniz analardan. Olmuş öyle de. Sonra ben çektiğimde Bana da burada öyle o anlamda parandım. Onu verim alayım ama bana hükümet çok. Yok siz özünüzü götürün. Verir. Ben onlar için Ay getirin onu da bir tane. Hamıya çatdı. Size çatdı. Bir tane anaya, bir tane anaya. Bir tane anaya. Burada kitap çok o dehara götürüp ben gelene kimi etmeye kalmıyorum. Bana bak sen gelin neçə ana gəlir, aya gəlir. Ben bilmirəm. Özündən çəkirsən, mən gecə gecə yazmışam. Əsas analardır. 8 var. Kamran Kamran
Sarı, məndən müsahibə kimi